Gəlin bir anlıq təsəvvür edək. 1000 illər boyu hər şey, baxın, A-dan Z-yə hər şey daşdan hazırlanıb. Əlinizdəki alət, silahınız, gündəlik istifadə etdiyiniz əşyalar, hamısı daşdandır. Və birdən insanlar tamamilə yeni, heç görmədikləri bir material kəşf edir, metalı. Bax, bugün biz məhz bu inqilabi keçidin qədim Azərbaycan torpaqlarında cəmiyyətin necə, deyərdim ki, kökündən dəyişdiyinə baxacağıq. Bəli, bugün cavabını axtaracağımız sual məhz budur. Amma bu, elə-belə bir materialın digərinə əvəz etməsi hekayəsi deyil. Yox, bu bəşəriyyətin gələcəyini müəyyən edən böyük bir texnoloji partlayışın və bunun da insan həyatına təsirlərinin hekayəsidir. Elə isə, gəlin vaxt itirmədən bu möhtəşəm dəyişikliyin təməlinin qədim Azərbaycan torpaqlarında necə qoyulduğunu bir nəzər salaq. Bu zaman oxu əslində bütün hekayəni gözümüzün qabağında canlandırır. Baxın, eramızdan əvvəl 8-ci minillikdə artıq oturaq həyata keçib, əkinçiliklə məşğul olan neolit insanları. Sonra gəlir 6-cı minillik, metalla ilk dəfə tanış olan eneolit cəmiyyəti. Və nəhayət 3-cü minillikdə süni suvarma və yeni sənətkarlıqla demək olar ki, dünyanı dəyişən tunc dövrü. Yəni görürsünüz, bu dəyişiklik bir göz qırpımında baş verməyib. Bu, minilliklər çəkən bir təkamül prosesi olub. Gəlin indi bu uzun keçidin ilk dayanacağına, eneolit dövrünə birlikdə səyahət edək. Bura, bəşəriyyətin metalla ilk, biraz da ehtiyatlı, tərəddüdlü tanışlığı idi. Bu slayd çox maraqlıdır, çünki eneolit sözünün özü əslində hər şeyi izah edir. Latın dilində eneos mis deməkdir, litos isə daş. Yəni, bu dövr iki dünyanın köhnə, etibarlı daş dünyası ilə yeni, həyəcan verici metal dünyasının bir araya gəldiyi bir körpüydü. Yaxşı, burada məntiqli bir sual ortaya çıxır, elə deyilmi? Əgər mis bu qədər inqilabi bir şeydirsə, insanlar niyə bir anda daş alətləri tullamadılar? Cavab əslində bu müqayisədə gizlənib. Mis yeni idi, həyəcan verici idi, amma ciddi bir problemi vardı. Çox yumşaq idi, tez əyilirdi, sıradan çıxırdı. Digər tərəfdənsə minilliklər boyu sınaqdan çıxmış bərk, etibarlı daş alətlər hələ də gündəlik ağır işlər üçün sözün əsl mənasında əvəz olunmaz idi. Eneolit insanlarının həyatına yaxından baxsaq, onların hələ də neolit ənənələrinə necə sadiq qaldığını aydınca görərik. Dairəvi evlər, toxa ekinçiliyi, cəmiyyətdə ana xağanlığının dominantlığı, bütün bunlar bizə dəyişikliyin astanasında olan, amma hələ də köhnə adətlərdən tam qopmamış bir cəmiyyətin mənzərəsini çəkir. Əgər mis sadəcə bir sınaq idisə, tunc dövrü artıq tam bir sistem yenilənməsi idi. Gəlin indi gündəlik həyatı kökündən dəyişdirən bu yeni, möhtəşəm eraya keçək. Və hər şey məhz bu fundamental texnoloji sıçrayışla başladı. Süni suvarma. Bu, insanlara təkcə çay kənarında deyil, daha geniş, quraq ərazilərdə də əkinçiliklə məşğul olmaq imkanı verdi və kənd təsərrüfatında inanılmaz bir potensialı ortaya çıxardı. Bəs süni suvarmanın birbaşa nəticəsi nə oldu? Yeni kənd təsərrüfatı sahələrinin sanki bir partlayışı. Üzərlik təpə və 2-ci Kültəpə kimi abidələrdə tapılan üzüm dənələri, şərab çöküntüləri bizə o insanların artıq bağçılıq, bostancılıq və hətta şərabçılıqla məşğul olduğunu sübut edir. Amma inqilab təkcə tarlalarda baş vermirdi, yox. Sənətkarlıqda da hər şeyi dəyişən bir ixtira ortaya çıxdı. Dulus çarxı. Bu, ilk baxışdan bəsit görünən alət, əslində saxsı qab istehsalını kütləvi və keyfiyyətli bir sənayəyə çevirən bir möcüzə idi. Və budur, həmin texnologiyanın möhtəşəm nəticəsi. Əvvəlki dövrlərin qabları ilə müqayisə edin. Bunlar daha keyfiyyətlidir, daha zərifdir və üzərindəki naxışlar qat-qat mürəkkəbdir. Bu sənətkarlığın artıq tamamilə yeni bir səviyyəyə qalxdığının göstəricisidir. Texnologiya həyatı asanlaşdıranda cəmiyyətin özü də dəyişməyə başlayır. Gəlin indi bu texnoloji yeniliklərin dərin sosial nəticələrinə və tamamilə yeni bir cəmiyyət quruluşunun necə yarandığına baxaq. Və ən əsas məqam da budur. Daha çox məhsul, daha çox sərvət deməkdir. Bu sərvətin qeyri-bərabər bölünməsi isə bəşər tarixində ilk dəfə olaraq dərin bir sosial uçurum yaratdı. Cəmiyyət varlılara və kasıblara bölünməyə başladı. Bax, bu gördüyünüz şəkil əslində inanılmaz dərəcədə məlumat vericidir. Bu sadəcə bir məzar sxemi deyil. Bu, yeni yaranan sosial quruluşun, o bərabərsizliyin sanki daşa həkk olunmuş arxeoloji sübutudur. Kurqan adlanan bu nəhəng məzar abidələri, bunlar ancaq cəmiyyətin qaymaqlarının, varlı təbəqənin dəfn olunduğu yerləri idi. Öz ölçüləri ilə, hündürlükləri ilə və təbii ki, içərisinə qoyulan o qiymətli, zəngin əşyalarla adi insanların məzarlarından kəskin şəkildə seçilirdi. Bilirsiniz, bəzən tarixin ən böyük hekayələrini ən kiçik əşyaları danışır. Bax, bu muncuq kimi.
Bu sadəcə bir bəzək əşyası deyil. Üzərində mixi yazı ilə Assuriya padşahının adının olması, o dövrün super gücü olan Mesopotamiyadakı imperiya ilə birbaşa ticarət əlaqələrinin mövcudluğunun təkzib edilməz sübutudur. Bu qayaüstü təsvirlər isə hekayəni biraz da genişləndirir. Tunc dövrü insanının dünyası artıq öz kəndi ilə, öz vadisi ilə məhdudlaşmırdı. Onlar çaylar və dənizlər vasitəsilə uzaq yerlərə səyahət edir, ticarət aparır və daha geniş bir dünyaya inteqrasiya olurdular. Beləliklə, gəlin yavaş-yavaş yekunlaşdıraq və bu dövrün sivilizasiyanın növbəti böyük mərhələsi üçün necə zəruri bir təməl qoyduğuna baxaq. Deməli, bütün bu uzun hekayəni 3 sadə addımda ümumləşdirə bilərik. Birinci addım, kəşf. Misin tapılması ilə yeni bir qapı açıldı. İkinci addım, innovasiya. Süni suvarma və duluz çarxı kimi texnologiyalar istehsalı sözün əsl mənasında partlatdı. Və nəhayət, üçüncü addım, nəticə. Bütün bunların sonunda sosial təbəqəli, sərvətə sahib və qonşu sivilizasiyalarla əlaqə quran mürəkkəb bir cəmiyyət yarandı. Və bu təhlili bir sualla bitirmək istəyirəm. Tunc dövründə baş verən bütün bu sosial, iqtisadi və texnoloji inkişaf tarixin növbəti böyük fəsli olan ilk dövlət qurumlarının yaranmasına necə yol açdı? Bu, həqiqətən də üzərində düşünməyə dəyər bir sualdır.